Reklamı da olsa yandığımdan paylaşıram. 5 manatlıq Duracell batareykası. 5 manatlıq deyəndə keçən il bu qiyməti almışam. Ancaq indi qiyməti bax bu gün aprelin 29-u 2026-cı il tarixdə Tam Store marketindən almışam. Qiyməti 15 manat. Ay hökumət hesabatçıları, ay statistika hesablayıcıları, özəlliklə də daim əmək haqqı artımından danışan millət vəkili Vüqar Bayramov cənabları. Pensiyanı 20-30 manat, minimum əmək haqqını 50 manat artırmaqla deyilib, 1 illik göstərici 3 dəfə artım. 5 manatlıq bax bu batareyka, qiymət artımı ilə elə üzərindəki dovşanın qulağı kimi adamın qulaqlarını durğuzur. 3 dəfə artıb. Şükür Allaha bütün problemlərimizi həll eləmişik. Zəfər qazanmışıq, torpaqlarımızı işğaldan azad eləmişik. Ancaq insanlar yaşam qayğısından yaşayır. Ay hökumət, bu dövlətin uğurlarına kölgə salma. İnsanların yaşam vəziyyətini düzəlt.